Salam, xəbərin brendi günün trendi efirdədir. Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının dini etika və azadlığı haqqında qanuna əsasən dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur. İyunun 26-sından başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə müvafiq tədbirlər görülür. Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədə uyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar. Dəhşətli hadisə. Bakıda kanalizasiya kollektoruna düşən şəxsin tapılması üçün xilas etmə əməliyyatı aparılır. Axtarışlar 2 gündür davam edir. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində Baksol kimi tanınan yolda baş verib. Şimali Makedoniyanın paytaxtı Skopyədə start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan milli komandası yarışa əla başlayıb. İlk gündə oğlan cüdoçularımız 3 qızıl medal qazanıb, qızlar isə 1 gümüş və 2 bürünc medalla günü tamamlayıblar. Günün ən təsirli hekayəsi 55 kiloqram çəki dərəcəsində çıxış edən Rəsul Əlizadəyə məxsusdur. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun hələ uşaqlıq illərində əsas milli üzvü Elcan Hacıyevə Avropa çempionu olacağına söz verdiyi görünür. Rəsul bu vədini yerinə yetirərək yeniyetmələr arasında Avropa çempionu titulunu qazanıb. Söz ver ki, Avropa çempionu olacaqsan. Söz ver. Nə versən? Avropa çempionu. İsmailinin Kürtmaşı kəndinin sakini elektrik naqillərinin köhnə olmasından şikayətlənir. Qaynar xəttimizə video göndərən izləyici bildirir ki, məhz bu səbəbdən onun həyətyanı sahəsində olan ot bağlamaları da yanıb və 30 min manat ziyana düşüb. Şunurları 70 yerdən calaqdır. Qışda dekabr ayında şunur qopdu, düşdü küləkdən. 30 minlik pəyəm alışdı, yandı. İçində 1000 bax, ot yonca, hamısı alışdı, yandı. Heyvanlar gücünə çıxartdıq. Nə bilim, yeyiklər yoxdur. Siz də sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş edin və göndərin bizim qaynar xəttimizə. Budur, qaynar xəttimizi, WhatsApp nömrəmizi görürsünüz. Gün 24 saat ərzində sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı videoları çəkib göndərə bilərsiniz. Həftə içi hər gün günün trendində biz də sizdən danışacağıq. Sabunçu rayonu Natəvan küçəsi və Qambay Vəzirov küçəsindəki yolların bərbad vəziyyətdə olması ilə bağlı izləyicinin göndərdiyi videonu izləyək. Daha bir tamaşaçımız Gəncə şəhəri Birləşmiş Xəstəxanasında işıqların yanmamağından, liftin işləməməyindən şikayət edir. Tamaşaçının göndərdiyi videonu izləyək. Burada işıqlar yanır, yəni koridorun işıqları heç biri yanmır, hamısı xarabdır. İndi mən çəkib göstərirəm. Artıq Kəlbəcərə də portal qeydiyyatından keçib səfər etmək mümkündür. Allah hamıya qismət etsin, gedib təbiət möcüzəsi Kəlbəcəri görsün. Bu günlərdə Kəlbəcərdə oldum, isti suyun lap mənbəyindən sizə gözəl görüntü gətirmişəm. Kəlbəcərdə isti suyun üst mənbəyindeyiz. Zavod oradadır. 45 dərəcə istilik var. Artıq quşları saxlamaq belə olmur. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatları Erməni kilsəsinin rəhbəri 2-ci Qareginin iqamətgahına daxil olub. 2-ci Qaregin özü onların qarşısına çıxıb, bu zaman təhlükəsizlik qüvvələri ilə din xadimləri arasında gərginlik yaşanıb. 2-ci Qaregin ruhaniləri sakitləşdirmək məqsədi ilə kafedraldan çıxıb, bundan sonra polislər onu mühasirəyə alıblar. Hazırda tərəflər arasında müzakirə aparılır, jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb və ərazi mühasirəyə alınıb. Vəziyyət də gərgin olaraq qalır. İzmirdə infarkt keçirən bir taksi sürücüsünə sürücü yoldaşları kömək edərkən dəhşətli hadisə yaşanıb. Kömək edən taksi sürücüsü özü də infarkt keçirib və hər ikisi xəstəxanaya aparılıb. Lakin ahıl sürücülərin həyatını xilas etmək mümkün olmayıb. Hedef halinde olabilecek gerginlik belki. Başkenti. Aslında çok takılmadım.
Hörmətli tamaşaçılar, bu günlük bu qədər. Həftə içi hər gün saat 22:10-da Space televiziyasında günün trendində görüşərik. Vədimizə sadiq olaq.